Dostoyun izləyicilərim, deməli qış gəldi, xingalın havasıdır, özünüz bilirsiniz. Gəlmişəm Zəvran restoranına xingal yemağa. Buna deyirlər gürzə xingalı. Onlar elə bir ki, cincər xingalı da eləyiblər. İndi ondan da yiyəcəm, Allah qoysa. Çox gözəl dadı var uşaqlar. Həqiqətən bu restoranı sevirəm. O qədər gözəldir. Əsl qış qarı falan xatırladır. Restoran fəzilə çöldə qar yağır, onu görürsən. Nə bilmə, çox gözəldir. Dekoltesi çox gözəldir otağın özünün də. Bu da qəşəng xəngəlimiz. Gəlin, yiyin, dadına baxın. Mən razı qalmışam, siz də razı qalasınız. Sonra deməyin, sonra bunu yiyəndən sonra deyərsiniz, Məryəm damağın dadını bilir, ağzının dadını bilir. Ona görə orada gedib çörək yeyir. Həqiqətən çox gözəldir, səliqəli şəkildə. Buranın müdiriyyətinə çox təşəkkürümü bildirirəm. Çox gözəldir, həqiqətən səmimi insanlardır. Səliqəli xanım özü bişirir fəzilə, öz əllərindən. Çox da dadlı yeməkləri var. Gəlin, nuş eləyin xəngəlimizdən. İndi cincər xəngəlini də çəkəcəm inşallah. Öpürəm.